Da bizə məlumat verəcək. Şəhərin ən tarixi abidələrindən olur. Bunun da tarixi 5 və 12-ci əsrlərdə gedib çıxır. Bu da UNESCO-nun ən irsi abidəsi kimi siyahıya alınır. İçəri şəhərdə əslində Bakının əsas hissəsi olub, lakin indiki zamanda 25-ci əsrdə yaşayır. Şəhər böyüdükcə artıq şəhərin mərkəzinə çevrilib. Burada turistlər, necə deyim, maraqlı olanlar gəlib hər gün yad edirlər. Qız qalasıdır. Qız qalası əslində suyun altında olub, dənizin altında olub, yarısı dənizin altında olub. Zaman keçdikcə, su çəkildikdən sonra qız qalası belə qalır. Artıq turistlər bura axın edir, qız qalasına qalxırlar və şəhərin mənzərəsinə buradan baxırlar. İçəri şəhərdə gördüyünüz kimi bəzi xəritədə olur ki, məscidlərdir, hamamlardır. Yəni qədim dövrlərdə tarixi və həyat mənbəyin olduğunu göstərir ki, əvvəllər insanlar burada bir tarixi bizə buraxıb gedirlər. Bugünkü günümüzə də gəlib çıxmağa səbəbi odur ki, alimlər araşdırırlar. Bəzi şeylər var ki, burada yeni təmin olunur. Amma ki, əvvəllər bildiyimiz kimi İçəri şəhərin xəritəsini çəkən zəhmət olmasa. İçəri şəhərin xəritəsi belə olur. Qala ətrafı ərazilərdir. Məsəl üçün məscidlər göstərə bilərsən burada? Məscidlər bulardır, hamamlardır, daxildir. Hamısı tarixi abidələrin olduğunu verir. İçəri şəhərində bugünkü günlərin İçəri şəhər tarixi, memarlıq qoruğu kimi nəzərdə tutulub, qorunur. Bura turistlərin gəlməsi üçün nəzərdə tutulub. Ən çox da kimə maraqlı olur gəlirlər. Həm də ki, İçəri şəhərin optik xəritədə göstərildiyi kimi 22 hektar ərazisi var. 22 hektar. Bəli. İçəri şəhərdə tarixi memarlıq qoruğu. Bu da bizim Qız qalası. Hal-hazırda biz Qız qalası ətrafında buradayıq. Burada durmuşuq. Xəritə ilə tanış oluruq. Şəhər də 12-ci əsrlərdə inşa edilib. Sən gəl. Əhalinin yaşaması. Ondan Özüm sonra qədimdən insanlar yaşayırlar. Onlar da artıq bu günümüzə gəlib çıxarmağın səbəbi onların tarixi abidələrimizi qoruyub saxlaması. Ona görə də bizə borc düşür ki, bugünkü günümüzə gəlib çıxmış tarixi abidələrimizin hamısını qoruyaq, saxlayaq, ziyan verməyək. Bəli. Elədir ki, var.